Herkese selam dostlar. Azdev kanalına hoş gelmişsiniz. Bu videoda offline Superbase'i oxlayacağıq. Yəni offline şəkildə Superbase'in bütün funksiyonallıqlarından istifadə etməyə baxacağıq. Deməli, niyə offline Superbase deyirəm? Çünki dostlar, normalda misal üçün Node.js-də, Express.js-də falan server yaradanızda zaten offline olaraq biz API-ləri yoxlaya bilirik. Backend ortamında belə deyim, feature'lar yaza bilirik. Yəni normal olaraq backend inkişaf etdirə bilirik. Lakin Superbase özü bilirsiniz ki, təkcə Node.js, Express.js deyil. Onlardan daha artığı və daha çox bir belə deyim, funksiyonallığı özündə cəmləşdirən onlayn bir baz platformasıdır və baz platforması da internet üzərində işləyir. Yəni biz hal-hazırda normalda nə edirdik? Superbase.com-a girsəm, mən burada internet üzərindən bura girmiş oluram və öz dashboarduma falan internet üzərindən baxmış oluram. Amma misal üçün, yol gedirsiniz, işiniz var və yaxud da prod ortamındasınız, migration xəstəsisiniz, test eləmək istəyirsiniz. Misal üçün, belə deyim, offline şəkildə backend yoxlamaq istəyirsiniz. Bir də online olaraq şeylərə baxmaq istəmirsiniz də, deyək ki, offline formada backend yazmaq istəyirsiniz. Yəni internet ehtiyacı olmadan. O zaman neyniyəcəyik, onu göstərəcəm sizə. Deməli, bizim birinci ehtiyacımız olan Superbase CLI-dir. Çünki Superbase CLI verir bizə və həmin CLI vasitəsilə biz Superbase-in folderini yaradacağıq. Daha sonra belə deyim, Superbase-in verdiyi URL-lər vasitəsilə biz lokal host üzərindən access eləyə biləcəyik Superbase-in yönetim panelinə, belə deyək. Normalda misal üçün Superbase bizə project URL necə verirdi? Misal üçün random bir şey verirdi HTTPS üzərində və həmin project URL internet üzərində işləyir. Yəni endpoint deyək də biz buna. Endpoint internet üzərində işləyirdi. Pardon, endpoint yox, base URL internet üzərində işləyirdi. Amma indiki base URL belə deyim, lokal host üzərindən bizə verəcək və həmin URL vasitəsilə biz lokalda access eləyə biləcəyik bütün Superbase belə deyim, funksiyonallarına. Deməli, burada zaten özü başa salır bizə, gəlirsiniz bura, bu bölmədə Superbase CLI necə yüklənməsi lazımdır, onu göstərir. NPM-lə bu arada yüklənməyin, scope-la daha yaxşıdır. Çünki bəzən burada əslində Node.js-də göstərir, hətta görürsünüz help deyil. Yəni NPM-lə yüklənməyin. Çünki belə deyim, Scope da özü bir NPM kimi paket yöneticisidir əslində. Ancaq Scope daha geniş və sırf Windows üçün bütün proqramları yükləmək üçün hazır şəkildə gələn bir paket yöneticisidir. Amma NPM sırf Node.js belə deyim də, Node.js-ə aid bağımlılıqları yükləmək üçün verilmiş bir paket yöneticisidir. Ancaq Superbase-in də tərkibində əlavə olaraq tək Node.js-dən də əlavə OS-lər olduğu üçün biz Scope-la yükləyəcəyik ki, problem çıxmasın. Amma Scope-la da yüklənmək üçün burada misal üçün indi macOS-da, Mac-dirsə, Linux-da, Node.js-də falan bunlara baxarsınız. CLI-lə mən Scope-la yükləyəcəm. Gələcəm bura. Burada bir dənə buna basıram, bağlantı yeni sekməni aç. Burada zaten Scope-un səhifəsini atır məni. Burada göstərir. Deyir ki, məsəl üçün PowerShell-i aç və bu komandı çalışdır. Mən bunları eləmişəm. İndi məndə error verəcək çox güman ki, amma yoxlayaq. Bu arada PowerShell-i heç vaxt bunu eləyəndə yönetici olaraq açmırsınız. Normal açırsınız və həmin kodu bura paste anyway this enter-ə basırsınız. Daha sonra məndə yükləndiyi üçün artıq şey eləmir. Yüklənəndən sonra sizdə Scope is already installed deyəcək və Scope-un cari versiyonlarını görəcəksiniz burada. Daha sonra nə edəcəksiniz? Elə terminalı bağlamayacaqsınız. Gələcəksiniz Superbase CLI yükləməyə. Yükləmək üçün də belə deyəcəksiniz. Scope install Superbase. Bunu kopyalayacaqsınız. Yəni buraya yazacaqsınız ki, Scope install Superbase. Bunu yazdık dostlar. Bunu yazdıktan sonra enter'a basacaqsınız. Superbase'i global olarak yükləyəcək sizin kompüterinizə. Daha sonra okey. Bunlar bildik. Bunlar öz yerində və bizim ən önəmli bir şeyə daha ehtiyacımız var. Təbii ki, Docker Desktop-a. Girəcəksiniz Docker Desktop-a. Bu səhifəyə girəndən sonra buradan kompüterinizə Docker'ın desktopunu yükləyəcəksiniz. Yəni niyə Docker yükləyirik? Bu sual yaranır. Bilirik ki, Docker'ın müəyyən olaraq vəzifələri var və bizim Superbase'i offline istifadə etməyimiz üçün də Docker lazımdır. Çünki Superbase təkcə bir moduldan ibarət deyil. Yəni bir çoxlarla, yəni yüzlərlə şey var içində. Autentikasiya var, modullar var, özünün konfigurasiya dosyaları var. Yəni bunları tək-tək siz əllə gedib qıraqdan konfig eləməyə çalışsanız, bu çox vaxtınız aparacaq və heç bir yəni düzgün üsul deyil. Və burada bizim köməyimizə Docker yetişir. Docker'ı quraraq biz Docker desktopu quraraq daha doğrusu. Yəni heç bir şey eləməyəcəksiniz. Gələcəksiniz buradan misal üçün öz sürümünüzü seçdiniz, yüklədiniz. Yükləyəndən sonra zaten Docker desktop avtomatik özü qurulacaq və next yeri quraraq Docker desktopu bir dəfə çalışdıracaqsınız kompüterdə.
Bunu açacaqsınız. Sonra bağlaya bilərsiniz. Zaten burada görsəz arxa fonda işləyəcək. Yəni Docker Desktop Running. Bu yazını gördünüzsə hər şey hazırdır. Başqa heç nə eləmirsiniz. Deməli nə edəcək bu? Biz gəlib burada misal üçün Supabase-i yükləyəndən sonra misal üçün girəcəyik folderın içinə. Mən bir dənə indi gireyim. Misal üçün şey yazmışam da mən burada. Misal üçün bu folderın adı nədir? Supabase Offline düzdür. Bu foldera girəcəm indi bir dəqiqə. Baxaq görək harda cd use istəyirəm. ls cd Azad Mireydarzadə. Burada niyə belə yazıram? Çünki normal misal üçün bu string formatında yazmasam error verəcəkdi. Yəni error olmamağı üçün string kimi birləşdirib kompüterə tanıdıram. Daha sonra bu və daha sonra cd desktop cd Supabase offline girdim. Düzdür dostlar. Hal-hazırda bu folderın içindəyim. Daha sonra gəlirəm bura. Supabase init deyirəm. Init deyəndən sonra gözləyirəm və init oldu. Init olanda nə verir mənə? Folderın içinə bir Supabase folderı açır. Supabase'in özünün aid olduğu bağımlılıq dosyalarını avtomatik gətirir. Bura qədər okeydir dostlar. Gördük. Offline Supabase işlətmək üçün gəldiyimiz yol bura qədər okeydir. Nə etdik? Deməli, birinci Supabase CLI yüklədik ümumi olaraq kompüterimizə. Daha sonra Scope'un səhifəsinə girdik. Scope'un ayarlarını elədik PowerShell'dan. Scope'u yüklədik. Əgər yoxdursa kompüterimizə Scope vasitəsilə Scope install Supabase dedik. Supabase'i yüklədik. Daha sonra Docker'ı yüklədik. Düzdürmü? Docker Desktop'u. Bir dəfə Docker Desktop kompüterimizi qaldırdıq, çalışdırdıq və Docker arxa fonda işləyir. İşlək vəziyyətdəykən gəldik bura. Terminalı açdıq. Supabase init dedik. Çünki Supabase offline Supabase üçün bizə lazım olan bütün konfig dosyalarını burada çıxarsın deyə. Bunu deyəndən sonra da bir dənə də komutumuz var. O komutun adı mən də yadımdan çıxdı. Buradan baxacağıq. Zaten burada var hamısı. Burada göstərir. Baxın Supabase init. Supabase yığınını başlatmaq üçün də Supabase start deyirik burada da. Gəlirik Supabase start deyəndə nə olacaq? Tamamilə arxa fonda bizdə pardon, nə oldu buna? Restoranı sonra proyekt. Mən deyəsən başqa okey dostlar, burada məncə problem bilirsiniz nədir? Əlavə bir port ID istifadə edirdi ya, hal-hazırda o portda iş var deyə bizdə error verdi. Təbii ki, bu error sizdə olmayacaq, bu məndə verdi. Okey, Supabase stop all desəm. Bütün konteynerları saxlayıram hal-hazırda. Və yenidən Supabase start deyirəm. Okey. Başlayır səhv eləmirəmsə. Deməli, bunu deyəndə nə olur? Arxa fonda Docker qaldırır əslində və bütün belə deyim lazımi paketləri sizdə biraz uzun çəkəcək. Bu mən bir dəfə eləmişəm deyə artıq eləyir. Pulling eləyir. Bütün lazımi paketləri çəkir özündə. API-dir, gateway-dir. Baxın burada yazır. Studio'dur, Pigi metodu, vektordur. Bunlar hamısı zaten Supabase'in sizin lokal kompüterinizdə qalxması üçün lazım olan paketlər və biləşənlərdir. Bunların imagini, konteynerini falan filan Docker'da oluşturduqdan sonra, konteynerini falan yaratdıqdan sonra, çəkib bir yerdə birləşdirdikdən sonra bizə database'də başladıqdan sonra bizə indi bura URL-lər verəcək. Həmin URL-lər vasitəsilə biz normalda nə edirdik? Project ID falan bizdə dediyim kimi real ortam linki idi də, yəni HTTPS ilə başlayırdı. Burada amma bizdə onu localhost olaraq lokalda verəcək. Baxın gördünüz. Və biz həmin bu URL-lərdən istifadə edərək belə deyim, development ortamında develop eləyəcəyik. Mənim niyə dilim tutulur bu gün? Nəsə, burada deməli bizə görsüz bunları verdi. Bizdə burada əsas lazım olan studiodur, işlədəcəyimiz project URL-dir, işlədəcəyimiz. Bir də buradakı publishable secret key-dir. Publishable key-dir. Bu backend üçün secret key-dir. Bunu heç vaxt heç kimə vermirsiniz. Bu ən gizlisidir. Bu da gizlidir əslində. Bunu yenidə saxlayacaq. Bu front-end üçündür, bağlanmağımız üçün. Anon key deyirdi ya. Bax, həmin şeydir bu. Deməli, bir bunu kopyalayıram. Buradan gəlirəm bura. Normal olaraq .env nə yazaq bura? Lokal yazaq. Okey. Bunu eləyəndən sonra vite public Supabase URL bərabərdir bu, bir dənə də bu. Bu anon key olacaq. Mən bunu indi Supabase URL yazmadım təbii ki. Anon key. Bunu belə eləyirəm. Burada da Supabase URL-də bizdə project URL-dir. Baxın, buradakı. Bu project URL-də gəlirəm, kopyalayıram buradan. Gəlirəm, atıram bunun qabağına. Şap. Bir base URL-im var, yəni base URL belə deyək. Bir də həmin Supabase-in offline və vəziyyətdə bağlana bilməyim üçün Supabase-ə anon keyim var. Okey, bunları eləyəndən sonra gəlirəm bura. Nöqtə
Bura girəndən sonra nə edirəm? Burada CRC içində lib dosyası yaradıram və Supabase.ts normal. Keçən videoda nə etmişdik? Eyni şeyləri edirik. Burada yeniliyini tanıda bilməyim üçün Vite, reference, types, client deyirəm. Bunu deyəndən sonra import click, export, const, Supabase bərabərdir create client. Şimdi burada bunları da yazdım, doldurdum. Vite public Supabase URL public anon əslən public değil, prosta bir de bunu yükləyəcəyik dostlar. Baxın bunu biz keçən videoda da yükləmişdik zaten. npm install, yani eyni şeyleri dedik. Sadece burada keçənki videodan fərq nədir? Offline şəkildə biz backend yazacağıq artıq burada. Yəni offline şəkildə Supabase'in bütün alətlərini istifadə edə biləcəyik. Okey, bunu da yükləyəndən sonra artıq Supabase'imizə bağlanmış bulunuyoruz. Yani bağlanmak için lazım ləvazimatlarımız buradadır. npm run dev deyirəm. Run dev. Bunu bağlayıram burada işləyəni. Bu arada Docker'ı falan da bağlamışsınız. Docker arka fonda işləyir olduğu kimi. Bunu da bağlayıp bunu buradan bağlayabilirsiniz. Problem yoktur. Okey. Bunu açtık. Localhost 5173 porta girək. Okey. Burada hal-hazırda durur. Elə mən bunların üzərində işləyəcəm. Count'u misal üçün gəlin şey deyək, database'e yazaq. Amma ondan qabaq nə edəcəm? Deyə bilərsiniz ki, mən hardan şey eləyim? Yəni normalda supabase.com-a giririk. Burada supabase.com yoxdur axı. İnternetsiz bağlanıram mən bura. Onda nə edirəm? Yenə baxın burada studio verib. Baxın bu studio bizim əsas URL-imiz olacaq. Yəni belə deyim adı üstündə. İdarə panelimiz. Görürsünüz hamısını bizə atdı burada, yəni nə lazımsa. Buradan oynası internetdir, düzdür. Amma burada internetsiz formada baxın burada istifadə edə bilərsiniz bütün proyektlərinizi. Yenə en table editora gəlirsiniz. Buradan yenə misal üçün new table deyirsiniz. Tutaq ki clicks adlı bir table yaradıram. Burada enable role security bunu enable eləmirəm. Artıq mən şeydə deyiləm deyə, production'da deyiləm deyə o qədər önemli deyil. Development ortamda yoxlamaq üçün belə saxlaya bilərəm. Click, tutaq ki bunun da adını click verirəm. İndi burada click'i yazacaq database'ə. Numerik deyirəm buna. Null olsun olmasın fərqi yoxdur. Bunun bu dəqiqə ID created. Okey, yaratdıq, düzdür olsa. Bura girdik. Və səhifəni yeniləyirəm. Mən burada gördüyünüz kimi ID created click adlı bir table'ım oluşdu. RLS disabled deyirəm. Yəni şu bu disabled'dır. İndi nə edirəm dostlar? Bura bir dənə insert eləyək görə işləyirmi? Hal-hazırda baxın diqqət eləyin ha, internetimiz yoxdur. Baxın hətta mən burada interneti bağlayıram. İnterneti bağladım. Hal-hazırda Supabase offline formatım işləyir. Bu da bunlar işləməyəcək çünki bunlar internetdəndir. Hal-hazırda internetim yoxdur. Baxın bağlamışam. Və Supabase'in, yəni Supabase özü də yəni bilən bilir ki, normal Node.js Express deyil də, yəni bir server yaradıb belə database'ə insert eləyəsən. Bu ümumi olaraq internet arayüzülə accessible olunabilən bir baz platforması olduğu üçün, yəni internetsiz bunu işlətməyin bir yolu lazım idi. Onu da bu cür veribdi bizə Supabase. İndi nə edəcəm? Normal olaraq gəlirəm app.tsx-imə. App.tsx-imdə yazıram ki, misal üçün const handle click asinxron try keçə ehtiyac yoxdur bu dəqiqə. Const deyirəm, await deyirəm, Supabase import elədim from hansı table'dan? Biz burada table yaratdıq. Baxın bu clicks table'ından. Clicks table'ından deyirəm ki, nöqtə insert elə count adlı belə count yox, click adlı dəyəri count plus 1 elə artır. Düzdür? Bunu deyəndən sonra artıq mən artırmış olacağım və burada erroru verirəm, data verirəm. If errorsa cələgi error return dataya belə console.log desəm avtomatik konsol arayısın. Data click et data. Okey. İndi handle click edirəm dostlar. Handle click eləyəndə də gəlirəm bura, bu butona unclick verməyib bu. Məsəl üçün bu. Bu nerede handle click. Okey. Artıq mən istək atmış olacağım. Baxın diqqətlə. Bu təmizliyi network'a qaydıram. Gəlirəm bura. React dev nədir? React dev nə? Amma buna tıklamışam ya haradasa. Bunu deyirəm React devə niyə atdı? Okey, network kısmından bastım. Clicks 201. Bastım. Clicks 201. Görürsünüz. Görürsünüz. Payload necədir? 1, 2. Gəlirəm bura. Baxın. 1, 2 gördünüz. Insert elədik. Database'e yazdık. İndi gəlirəm tutaq ki, ID'si 2 olanı 3 eləmək istəyirəm. Update eləmək istəyik. Burada insert
Bunu dəyişirəm, update deyirəm. Yenə deməli count plus 1 deyirəm. .ek equal deməkdir. IDC 1 olanı ya da ki 2 olan bölməni buranı tutaq ki .seç və tək JSON döndür. Bu normalda data nöqtə misal üçün clicks dediyimiz durumlarda çox faydalıdır. Amma əgər mən misal üçün single yazmasam, bu mənə massiv dönəcək. Mən nə edəcəm? Data 0-cı indeksin kliksini göstər deyəcəm. Bu da təbii ki istəmədiyimiz bir şey olar. Ona görə belə daha best praktikdir. Single yazdıq. Daha sonra heç nə, daha sonrası yoxdur. Gəlirəm bura, count deyirəm. Niyə 400 verdi? Clicks yönünün, pardon dostlar. Clicks deyə bir şey yoxdur. Click var. Okey. Mən nə tələsirəm? Bir dəqiqə. Click da düzdür. Update count. Click'i güncəlləmə. Count yox. Clicks table'ındakı click'i güncəlləməliyəm. Okey. Gəldim, yenilədim. Okey, baxın güncəllədi hal-hazırda. Baxın, bu 1 göndərdi. Buna baxa görə güncəlləndi mi? Bu 1 oldu. Bir dənə də yenilədim. Gəldim bura click 2 oldu. IDC 2 olanı güncəlləyirəm ha. Nəsə oldu misal üçün. 6 oldu görürsünüz. Baxın yenə güncəllədim. 12 oldu. İndi delete eləmək istəyirəm. Delete dedim. Sildirəm. IDC 2 olanı tutaq ki. Sildim. IDC 2 olan məlumatı sildik. Evet dostlar, bu cür offline formada işləyə bilərsiniz. Bunun digər dediyim funksiyonlarına təbii ki baxa bilərsiniz. Database'idir, falandır, filandır, real time məsələlərdir. Bunları da özünüz araşdırıb tapa bilərsiniz. Yəni bu cür offline şəkildə bu cür işlədə bilirik. Baxa görə headers'dan bizə hara istəyirdi? Baxın gördüyünüz kimi bura. Yəni belə bir lokal URL generate olunub bizim üçün və bu lokal URL üzərindən biz, base URL üzərindən biz endpointlərimizi kontrol edə bilirik. Real bir onların verdiyi HTTPS üzərindən bağlanırdıq, amma artıq internet olmadan da akses edə bilirik. Məsələn, yeni kəsirəm interneti, yenə akses edirəm. Yəni bu cür dostlar. Videomuz bura qədər idi. Təşəkkür edirəm izlədiyiniz üçün. Özünüzdən müğayət olun. Sağ olun.